əleyhissalama Allahdan qorxurdu, yoxsa yox, Allahdan qorxurdu. Məyər Əli əleyhissalama qorxaq demək olar? Bəzən belə bir cümlə var ki, diqqət edin, Allahdan qorxmaq vicdanlı olmaq deyil, qorxaq olmaqdır. Belə bir söz deyirlər. Bu söz insanları azdırmaq üçündür. Allahdan qorxmaq, qorxaq olmaq demək deyil. Əvvəl baxmalısan ki, qorxaq sözü nəyə deyərlər? Qorxaq o adama deyərlər ki, hər şeydən qorxur. Elədir. Hər şeydən qorxur. Amma əslində Allahdan qorxmaq vicdanlı olmaq deməkdir. Bu sözü deyən adam əvvəl bilməlidir ki, qorxaq nəyə deyərlər? Əsl qorxu nəyə deyərlər? Və vicdan nədir? Vicdan ərəb sözüdür. Vəcədə sözündəndir, tapmaq. Vicdan, yəni axtarıb həqiqəti tapan. Vicdan, yəni insanın içində ikinci peyğəmbər. İkinci Quran. Vicdan budur. İnsan vicdanlı olar o vaxt ki, o Allahdan qorxar. Allahın neyindən, yəni cəhənnəmdən qorxar. Cəhənnəm yəni nə? Qır qazanında çırtapırtla yanmaqdan gedir söhbət. Yox, Allahdan qorxan, cəhənnəmdən qorxan, yəni Allahın lütfini, rəhmətini, məhəbbətini itirməkdən qorxmaq deməkdir. Cəhənnəm budur. İnsan ki, yanır cəhənnəmdə ya. Yəni, Allah nəzərin kəsdi. Allah sən tərəfə baxmır. Bundan qorxmaqdır məsələ. Və əgər bir kəs ki, vicdanlıdırsa, demək o insan təqvalıdır. Təqvalıdır. Təqvalı yəni məsuliyyətlidir. Vicdanlı olmaq məyər məsuliyyətli olmaq demək deyil. Eyni şeydir. Təqvalı olmaqda bərabərdir Allahdan qorxmağa. Allahın neyindən qorxursan, əgər Allah belə mehribansısa, həmən o mehribansılığı itirməkdən qorxursan. Və bu qorxu da hər bir kəsin içində var. Əslində bu qorxu qorxaqlıq deyil, ciddidir, şücaətdir. Allahu Akbar.